Playoff mərhələsi başlamamışdan əvvəl biz liqanın son dövrəsində iki çox vacib oyun keçirdik, amma bu oyunların hər ikisində 2-0 hesabı ilə irəlidə olsaq belə məğlub oldu. Biz bu komandada biraz ruh düşkünlüyü yaratdı, amma biz playoff mərhələsinə yaxşı hazırlaşdıq, çünki bilirdik ki, bu mərhələ bizim üçün çox önəmlidir, amma və bu mərhələdə Xilasedicilər komandasına qarşılaşdıq. İlk oyunu çox rahat qazandıq əslində, 3-0 hesabı ilə rahat qələbə qazandıq. Növbəti mərhələdə isə bugünkü oyunda çox çətin oldu deyərdim. Biz biraz daha rahat çıxmışdıq oyuna, amma buna baxmayaraq axıra qədər mübarizə apardıq. İlk setdə çox çətin, çox gərgin mübarizə getdi. İkinci setdə isə bütün fikrimizi toparladıq və başa düşdük ki, bu bizim liqa üçün, liqada qalmaq üçün son şansımızdır və final üçün son şansımızdır. Məncə yaxşı dəyərləndirdik və son qədər mübarizə apardıq. Komanda yoldaşlarımı təbrik edirəm, safı da təbrik edirəm. Uğurlar finaldır. Ümid edirəm ki, kubok bizim olacaq.